Salam əziz şagirdlər, səhifə 64-ü izah edirəm. Listening and vocabulary, dinləmə və lüğət. Birinci tapşırıq. Complete actions from 1 to 7 with the verbs below. Then listen, check and repeat. Birdən 7-yə qədər feilləri biz həmin bu şəkillər üzrə yerləşdirəcəyik. Board an airplane, təyyarəyə minmək. Get on, take the train, qatara minmək. Get off the train, qatardan düşmək. Miss the bus, avtobusa gecikmək. Wait for the bus, avtobusu gözləmək. Drive a car, maşın sürmək. Ride a bike, velosiped sürmək. İkinci tapşırıq. Look at the two cities on the map. Xəritədə iki şəklə baxaq. Can you guess how long the journey between them took in the 19th and the 20th? San Francisco and London. San Francisco ve London. Today is World Tourism Day. Traveling is easy now. You can get from Sao Paulo to New York by aeroplane in 10 hours. But what was it like 100 years ago? Carly? Well, Mark, it was very difficult. Most people didn't have a car, and you couldn't travel quickly from one city to another. People planned journeys carefully. I bet. I read that a trip from San Francisco to London in the 1920s was really long. It could take about 10 days. Certainly. Think about it. They couldn't travel by aeroplane at that time. There wasn't a commercial airline in San Francisco. So, to get to London, first you took a train to New York. This journey took between 4 and 5 days. Then you boarded a ship to Southampton, a port in England. This journey across the Atlantic Ocean also took between 4 and 5 days. And then from Southampton, there wasn't a bus to London. You took another train. Wow. Cevaplara baxaq. 11-14 hours, 7-10 days, 2-3 months. 8-10 gün olacaq. 7-10 days. Listen to the radio program. Was your quiz in exercise 2 correct? Write the 5 means of transport the presenters mention. Deməli, biz yenidən radio proqrama qulaq asaraq ikinci tapşırıqda doğru olan, yəni həmin o nəqliyyat adlarını, nəqliyyat növlərinin adlarını burada qeyd edəcəyik. Dördüncü tapşırıq. Listen again, write true or false. Yenidən qulaq asaq, səhv və ya doğru olduğunu göstərək. In the 1920s, 20-ci əsrlərdə birinci, it was difficult to travel, səyahət etmək çətin idi, doğrudur. Cars were very popular, maşınlar çox məşhur idi, xeyir. People planned their journey, insanlar öz səyahətlərini planlaşdırırdı, doğrudur. Dördüncü, people often traveled by airplane, insanlar tez-tez təyyarə ilə səyahət edirdi, xeyir, səhvdir, false. Beşinci, a journey across the Atlantic took several days, Atlantik okeanın sahilində bir neçə gün davam edirdi səyahət. Altıncı, people took buses from San Paulo to London. İnsanlar Sampatya'dan Londona qədər avtobusla kontekstdə dil. Birinci tapşırıq. Complete the table with sentences from the radio program. Use could or couldn't. Radio programı əsasən biz could və ya couldn'tdan istifadə edərək bu şeyləri dolduracaq. Could for ability in the past, geçmiş zamanda can'ın geçmiş zaman formasıdır. Affirmative təsdiq cümlə. I, you, he, she, it, we, you, they şəxs əvəzliklərinə görə heç bir zaman dəyişmir. Could take around 10 days. Negatif inkar formasında
I, you, he, she, it, we, they couldn't travel quickly. Mən, sən, o, biz, onlar səyahət edə bilmədik. Yes, no questions ümumi sual cümləsidir. Bəli, yox sual cümləsi. Could I, you, he, she, it, we, they travel by airplane? Yes, no short answerlər, qısa cavablarda. Yes, no şəxs əvəzlikləri gəlir. Yes-dən sonra şəxs əvəzliyi could, no şəxs əvəzliyi couldn't istifadə olunur. İkinci tapşırığın izahı. Complete the sentences with could or couldn't. Cümləni could və ya couldn't-la, yəni edə bildim, bacardım və yaxud bacarmadım, edə bilmədim modal feilləri ilə tamamlayacağıq. Birinci, I couldn't dance well when I was 5. Mənim 5 yaşım olanda mən rəqs edə bilmirdim. My cousins could drive a car when they were 19. Mənim kuzenlərim 19 yaş olanda maşın sürməyi bacarırdı. Üçüncü, my teacher could speak English in secondary school. Mənim müəllimim ingilis dilində danışmağı bilir. Dördüncü, Leyla could take the bus to school last year. Leyla keçən il məktəbə avtobusla gedirdi. Beşinci, the students couldn't read fast. Şagirdlər sürətlə oxuya bilmədi. Altıncı, we couldn't do our homework. It was difficult. Biz tapşırığımızı edə bilmədik, çünki çətin idi. Üçüncü tapşırığın izahı. Write questions for an interview. Use can or could and the ideas in one sentence. Biz can could'dan istifadə edərək indiki və keçmiş zamanda sual cümləsi yaradacağıq. İndi 5 years ago, 5 il öncə, 5 il əvvəl. Can you go to the cinema alone now? Sən indi kinoteatra tək gedə bilirsən. Can you take a bus alone now? Sən indi tək avtobusa minə bilirsən. Can you swim now? Sən indi üzə bilirsən. 5 years ago. Could you play volleyball 5 years ago? 5 il öncə voleybol oynayabilirdin. Ride a bike. Could you ride a bike 5 years ago? 5 il öncə velosiped sürə bilirdin. Could you read long books 5 years ago? 5 il öncə bu qədər uzun kitab oxuya bilirdin. Can you go to the cinema alone? Burada nümunə verib. Dördüncü, work in pairs. Take turn to ask and answer the question in exercise 3. Write your partner's answer in your notebook. Sən cütlük halında iş quracaqsan və üçüncü sualda göstərilən düzəltdiyimiz sual cümlələrinə əsasən cavab yaradacağıq. Məsəl üçün, can you go to the cinema alone? No. Yes, I can və yaxud da no, I cannot. I can go to the cinema alone no və ya I cannot go to the cinema alone no. Beşinci tapşırıq. Work with a different partner. Take turns to share your classmates' answers from exercise 4. Bu da sinif yoldaşlarıyla ediləcək tapşırıqdır. Biz 3-cü və 4-cü tapşırıqlarda sualların tərtib etmək və bu suallar əsasında cavabları tərtib etdik. Həmin bu cavabları biz şəxsləndirəcəyik. Hansı şagird və yaxud sənin qrupunda olan hansı uşaq bu suala cavab veribsə, onun adından bu sualın cavabını tərtib edəcəyik. Məsəl üçün, Səbinə can go to the cinema alone. Səbinə təkcə kinoteatra gedə bilir. Mark couldn't ride a bike 5 years ago. Mark 5 il əvvəl velosiped sürməyə bacarmırdı. Əziz şagirdlər, ümid edirəm ki, izahlarım ürəyinizcə oldu. Növbəti dərslərin izahında görüşmək ümidi ilə kanalıma abunə olub like atmağı unutmayın. Bye bye.